6 aprel üçün sizi nələrin gözlədiyini öyrənmək istəyirsinizsə, videonu sona qədər izləyin. Sabah ölkəmizdə hava şəraiti əsasən sakit və stabil olacaq. Səhər saatlarında bəzi bölgələrdə açıq hava və zəif küləklər müşahidə ediləcək. Lakin günün ikinci yarısında bəzi ərazilərdə buludluluğun artacağı və qısa müddətli yağıntıların düşəcəyi ehtimalı var. Ümumiyyətlə, hava mülayim keçəcək və temperatur gözlənilən normada olacaq. Bakı və Abşeron yarımadası günə əsasən günəşli və küləkli olacaq. Gündüz temperatur 16-18 dərəcə, gecə isə 10-12 dərəcə arasında dəyişəcək. Aran rayonları, burada da sakit hava gözlənilir. Temperatur 18-20 dərəcə, gecə isə 8-10 dərəcə olacaq. Dağlıq və dağətəyi rayonlar, səhər saatlarında açıq hava olacaq, lakin günün ikinci yarısında bəzi yerlərdə yağıntı ehtimalı var. Temperatur 10-14 dərəcə, gecə isə 3-5 dərəcə olacaq. Gəncə, Qazax və Qərb bölgələri, aydın hava, arabir buludlanma və mülayim külək gözlənilir. Temperatur 17-19 dərəcə, gecə isə 7-9 dərəcə arasında dəyişəcək. Beləliklə, 6 aprel üçün hava proqnozumuz belə idi. Ümid edirik ki, bu məlumatlar gününüzü daha yaxşı planlaşdırmağınıza kömək edəcək. Əgər hava proqnozu sizin üçün faydalı olduysa, videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Sabah yenidən görüşmək ümidi ilə, hələlik.